Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə müxtəlif xarici ölkələrdə həftə sonu Azərbaycan məktəbləri 2019-cu ildən fəaliyyətə başlayıb. Bugün 24 ölkədə fəaliyyət göstərən həftə sonu Azərbaycan məktəblərinin sayı 90-dan çoxdur. Prezident İlham Əliyevin dünya azərbaycanlılarının Şuşada keçirilən 5-ci Zəfər Qurultayında çıxışı zamanı səsləndirdiyi tövsiyələri rəhbər tutaraq həftə sonu məktəblərinin sayı artırılıb və əhatə dairəsi daha da genişləndirilib. Xaricdəki hər bir həftə sonu Azərbaycan məktəbində Azərbaycan dili, Azərbaycan tarixi və Azərbaycan mədəniyyətinin tədrisi mütləq şəkildə həyata keçirilir. Soydaşlarımız və ölkəmizi sevən xaricilər həftə sonu məktəblərinin xidmətindən təmənnasız istifadə edir. Azərbaycanı sevirəm. Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdəki həftə sonu Azərbaycan məktəbləri üçün Azərbaycan dili kitabı çap etdirib. Azərbaycan dilini öyrənmək istəyən xaricilər üçün isə müasir Azərbaycan dilinin qrammatikası adlı dərs vəsaiti hazırlanaraq çap olunub. Xaricdəki həftə sonu Azərbaycan məktəblərinin 31-i Azərbaycan evlərində, digərləri isə diaspor təşkilatlarının, mədəniyyət mərkəzlərinin nəzdində və müstəqil şəkildə fəaliyyət göstərir. Azərbaycanlıların məskunlaşdıqları ölkələrin bəzi regionlarında onların kompakt yaşamamaları Azərbaycan dili və digər fənlərin tədrisinin əyani aparılmasına imkan vermir. Bunu nəzərə alaraq, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə xaricdə yaşayan azərbaycanlılar üçün məsafədən təhsil məqsədi ilə milli dilli onlayn təhsil platforması yaradılıb. Platforma dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı uşaqları və müəllimləri vahid onlayn tədris proqramı ətrafında birləşdirir.